Добрый вечер, приветствую вас на постматчевой конференции матча Евролиги «Нефть-Рубин». На ваш вопрос ответит главный тренер команды «Нефть» Аджиев. Я думаю, можно сразу перейти к вопросам. Давайте слово микрофон, götürün sonra mikrofonu. Son dəqiqələrdə komanda məğlub durumda olarkən müdafiəsinin əvəzlənməsini necə isməyəcəksiniz? Muhakkak şimdi özür dilerim. Evet, Aslanlı Spor Ligi yazdı. Egemenlerin altında için bizim sosyal olarak yok, konkret yok. Ne göstereceğim, bu sadece kendi zorlanan benim yanımda ciddi arkadaş varsa da. Mahir özü kalsaydı hayır. Mahir selahatli olmak istiyorsanız, istediğiniz sadece dikenli mahir size uzamak istedim. Вопрос был такой главному тренеру команды «Нефть». Вот чем была обусловлена замена защитника на защитника на последней минуте матча, в то время как команда проигрывала, но что был на ответ, что был бы нападающий, конечно, выпустил. Вы сами видите, что не было, пришлось довольствоваться тем, что есть. А насчет Магира спросил, он сказал, что Майя получил травму и сам попросил замену. Xəyal Azərbaycan istəyir ama Flavinio'nun fərqi onun sayəsində mən belə fikirləşəm ki, bu millisi məğlub oldu. Siz necə fikirləşirsiniz? Flavinio'nun ömründən yaşlarını her komandiya belə bu oyun üstüne götürən oyuncu lazımdır. Ben de size deyirəm ki, yaxın günlərdə işləsiz Flavinio arasında yaratacaq. Flavinio en güzel oyuncudur. Buyurun. Вопрос был такой, что по информации журналиста, что команда «Нефть» сегодня проиграла, из того, что Флавинио сыграл как индивидуальную игру, не сыграл командную игру, но что был ответ, что я с вами не согласен, Флавинио был одним из лучших на поле, он считает одним из лучших игроков «Нефти», и если в ближайшее время вы услышите, что его пригласили в какую-то команду, не удивляйтесь. Ona deməli, Nefşi Avropa-Liqanın qrup mərhələsində vəzifə qazananda siz bildirmişsiniz ki, komanda yeni oyuncu lazım deyil, konkretləşir, gənc futbolçular da var. Elə onların adını sizə qədər rəqib komandanın baş məncisi artıq çəkmişdir. Və bizim jurnalistlər isə dəfələrlə sual verirdi ki, hücum xəttində boşluq var Nefşidə. Siz bildirmişsiniz ki, boşluq yoxdur, olsa da belə yeni bir futbolçu gəlsə 3-4 arama lazımdır. Amma biz görürük ki, bir futbolçu gəlsə sizcə, bax, indi Mahirin əvəzinə bir müdafiəçi baxır. Elə onu bıraksaydık daha yaxşı olmazdı mı bu variant? Yani ehtiyata göre bir futbolcu lazım idi mənim üçün də. Teşekkürler. Gönlünüzden sıkmasın. Grup mərhələsinin oyunlarında Zahid İmaniyyətin qəbuldən sıradan sıqalında göstərir. Çünki bilirsiniz ki, Zahid İmaniyyətin lazım olanda sırf üçün kimi oynayır. Bilirsiniz bu oyunları bizim ekspertimizdir. Nəmrədə, Kamal İsteyqal, Bahadur Qaydan vardı. Biz ki, bərpa sözünü dənsək və Zahid İmaniyyətin qəbuldən sıradan çıxmalı bizə daha bizlər oldu. Və demişəm, yeni deyirəm, əgər gələnimiz istəyirlər, Avropanın qrup mərhələsində görsünlər və qrupdan çıxan görsünlər, bu transferlər dekabda gizləşirlər. Dekabda giz olsa, mən o futbolsu lazımdır. Siz rakiblərə təzərləmişəm. Bax, hər işə, hər hansı bir komandanın çalışın, buraxdığı səhvlərdə çəkilənliyik. Mən o mərsizlərdən deyiləm, hər 6 ayda bitəkən saçlar dəyişəm. Mənim ondan heç bir marağım yox. Gələn futbolsunun bir komandada ölçülər uyğunlaşmaq olsun. Yəni ki, adaptasiya keçməsi üçün minimum 4-5 ay var lazım. Mən bunları Вопрос главному тренеру был такой, что когда Нефть завоевал путевку в групповой этап Евролиги, мы вам журналисты не раз говорили, что возможно будут ли новые игроки в будете опытать. Ben bir şey söyledim, ben razısın diyorum, fikrinizi öğrenmek istedim. Nefsinin bu iki Avrupa Kupa üstünde bir numaralı fiyasko futbolcusu Reşat Sadil olmuş. Bu fikirler arası diyorsun.
Hemen bir şeyimiz yok. Yaxşı atalar sözümüz var. Bir kuş var serse. Onu bizde Azerbaycan'da, regionlarda her bir seslendirir. Bir kısım serse değil, bir kısım serse değil. Kendi serselerimizde möhkem saklayan Qarabağ şeylerdir. Rəşad Salihov kimi futbolçunun bir Azerbaycan futbolundan yetişmesi üçün minimum 10-15 vaxt lazımdır. Bunlar bugün Rəşad özünün pik formasında değil. Canım tutmaçı bu Rəşad Salihov. Bu insan, yani bu inanacak nefsine göre bilmişse, deməli, ben dediğim kişiler gəlib özüm doğrudur. Deməli, Rəşad Salihov hələ nefsiyə tam uygunlaşır. Вопрос был такой, что по мнению журналистов, что один из главных фиаско Нефчи в этой кампании Евролиги стал... Вопрос такой, как все Рубин, казалось, что он играл полную силу, как мне сказал тренер Рубин, что он, в принципе, пригласил для чемпионата России. O deyir ki, Rubin necə təsir bağışladı sizə? O Rubin deməli məşqə vəzirliyi ki, Rubin güc o qədər sərfirlənlər çalışırdı ki, gücü saxlasın, çünki yerlərdə Rusiyanın Premyer-Liga oyunları var. Necə təsir bağışladı sizə üçün Rubin? У нас сегодня не повезло. У нас сегодня не повезло. В каком смысле? Если в первых 30 минут в половине выходит 1-1, не забивает. Забивает, а когда будем смотреть, как команда играет после этого. Ну, ударит штамп попал. Забивает, посмотрим. Рубин почему полсилы играет. Так что Рубин сегодня полную отдачу дал. Это хорошо, что Березин не сказал, помощник сказал. Иногда помощники ошибаются. Deyir ki, baş sual ondan ibarət ki, o da dedi ki, Qərqan müəllim dedi ki, bu oyunda bəxtli gətirməli, yəni ki, oyunda bəlkə bir müddətdə işlik olur, bilməli, yox diləklədi, bəlkə də qol olsaydı, oyun tamamilə başarılı olardı. Amma mən inanmıram ki, məşqi vəzifədə söyləyirsə və o sözlər, yəni baş məşqi sözlər bir olur. Mən inanmıram ki, bu baş məşqi tamam başa fikirdədir. Çox məşqçilərə səhv edir. Sondan böyle bir şey soruşmak istedim. Belediye mesela aranızda görüştünüz mü sonra? Oyundan sonra o hadiseki aşamadayım. Yok diyesen, ben de olan məlumata görə oyun onun xanımına gündür. O istəyir ki, aşamada xanımına gün versin. Bir dönem biz Emin Mehdi hakkında hoş fikirler seslendik ve bunlardan doğru imtihan oyunu bir sürpriz adlandırmıştık. Sizin Mehdi gibi sürpriz kararınızdı bu. Bu defa Emin Mehdi oynadınız. Demez ki uğursuz alındı ama oyunu bir nispeten alınmadı. Sualım ise budur ki, bu hafta fikrinizi bilmek isteyen ve sualım ise budur ki, Rubin'in məşqçisi burada bildirdi ki, Rubin tam gücünü oynamadı çünkü çempionatta da yani ligadaki diğer oyunları düşünüyor. Yani tam gücünü oynamadı. Neftçi sayıda hakkında bildirdi ki, Neftçi bence Sərkar oyunu, yəni Kazandakı oyundan fərqli olaraq burada gücündə oynadı, yəni var gücünü sərf elədi. Sizin bu fikirləriniz? Valla ben kazandırdım. Ancaq sizin nəzər diqqətinizə çatdırım ki, Emin Mehdi kimi Elvin Müstədə, Ərman Nuri, Hüseyin Seyid, Aras, Abdullah, bunlar Azərbaycanın futbolunun gələcəkləridir. Bu oyunlarca biz Evroligin qrup mərhələsində bu riskə ediriksə, deməli bizdə şirklər və bundan başqa əgər bu oyunları bugün yüzünə tutulursa, həmin altında 34 dənə futbolcusu var. Onda bölgə seviyədir. Yəni biz hərdən görürsünüz, elə sözlər, söhbətlər danışır ki, yəni adam bu isahət deyil, bu mənim qalbim alır. Bu bir balaca anekdot oluşur. Bu günləri təsəvvür edən ki, mən o benim başqa istəyəm, o verdiyi bu söz ömrü qoyulması üçün mən verdiyi bir əyali tanıyım və ona əlində vardır bir məşqçi kimi. Bu günləri yerlərimizi dərsin, bizim deyilməyəm.
Вопрос журналист был. Ama konkret olarak kısa iki sualım var. Bu iki sualım var. Konkret olarak bu jürüme niye məğlub olur? Bir. Tanıtmak için de olur. Deməli, bu günləri, bu gün qazan, istəyər ulusal səhvdən, istəyər xas səhvdən, istəyər futbolcuların qiyməti səhvdən, hepsindən çox bağlıdırlar və onlar bu günləri olduğu zəngin Evrologin təcrübəsinə varışdılar. Bunun var ki, dünün də dedim, mənim bildi ki, Barcelona'da oldu. Mənim bildi ki, bir əvvəl Anjını durdu. Anjı, Eton'un kontraktı bizim Azərbaycan futbolunun bütçəsindən üçün. Razılaşan. İkinci sualım. Tercüme edersin. Вопрос журналист был. Sabiqlə bağlı həmşəramızdan sual verdilər. Siz də cavablandırdınız ki, təəssüf olsun Rəşad Sabiqlə adaptasiya problemi vardı belə Mehdiçiylə. O cür futbolcu elə ki, adaptasiya olunmuyor Mehdiçi. Mənim maraqladı Rəşad Sabiqov necə futbolcudur ki, sizə hansı o inayətlə qalıb ki, elə ki, Mehdiçiyə adaptasiya oluna bilmiyor. Əgər bir oyuncu bugün sənin boks tərəfindən milliyə dəvət olunursa, onun haqqında pis emin olmaz. Çünki yadımızdan çıxmaz. Qadağan mıydı? Qadağan mıydı? Bir qadağan dedi. Kimə qadağan? Yəni ki, onun haqqında pis deməyin. Yox, yadımdan çıxmasın. Kim də bilməsə sən deyirsən ki, mən öz bildiyimi tələb edə bilmərəm. Rəşad Sabiqov sağlaları oynamayacaq. Hamıdan çoxunu təmsil edən mən olacaq. Çünki futbolu Qaraqaşlarla gücü oynandılar. Və futbolu heç vaxt ifadəmə görürsə, yollar altında kisətlər olmaz. Futbola milyonlar baxır. Bu günləri mən yeni deyirəm. Mən özümdən başqa hamıya inanıram. Özümə inanıram. Mən Rəşada inanıram. Zamanlara inanıram. O, bugün Azərbaycan futbolunda burada sizə deyirəm, siz cavan nəsilsiniz. Üstündən bir iki gitsək, ola bilər, mən də olarım sizdir. Elşən Abdullayev gəlir. Elşən Abdullayev. Bilməm, eşitmişsiniz. 19 yaşlı, milliləri, 17'lər. Bu günləri Elşən Abdullayev inanmış ki, 2 gün sonra Azərbaycanın olacaktır. İnyestası olacaktır. Çarpısı. Ona göre Rəşada inanın. İnsanda ümit və baxın verir. Son iki sual. Вопрос к Рашаду Садикову. Он говорит, что вы сказали, что вот Рашад выиграл, как Рашад Садиков еще не... Bayaqdan Müstəfə Qəmrəndə dediniz, bu hafta son 2 oyunda demək olar ki, sizin Təmin Əhmədov demişlər hocam, siz bu dəfə təşkilatınız oldu ki, ehtiyat oyuncular skameranız zəifdir. Demək olar ki, yoxdur, yəni oyunun tarihini həll edə biləcək oyuncumuz yoxdur. Bu oyuncu yoxluğunda Böyüyağı Hacıyevin günahı nə dərəcədə, neçə faiz Böyüyağı Hacıyevə? 2 sualım olacaq, xaric gəlmək olacaq. Bir sual, hər bir sual. Xaric gələn sonuncu sual. Məndən, bunun ən böyük günahı məndədir. Yəni, mən burada faizlərə bölməyəcəm, 100 günah məndədir. Niyə? Yəni, mənə komandanın həkimləridir. Demiyorlar ki, Sadıq müəllimdən başqa bütün rəhbərlikdə hamısı söz vermişdi ki, Rodrigo qayıdır. Mənə söz verilmişdi ki, Bahadır qayıdır. Və Salih İman Verdiyev qəfildən xəstələnməsi və həm vacibli hapol oyunundan sonra 2 qoyucalı futbolsunun komandanın uzaqlaşdırması sözünü göstərdi. Yoxsa mən durum deyim ki, yox, mən xəbərim yox, mən bütün transferləri nə mənim xəbərim var. Mən baxmadığımı, görmədiyim yaxına qoyularım. Ramos da mənim transferimdir, Bruno da mənim transferimdir, Kanalis də mənim transferimdir. Bizdə qrupda baş məşqçisi lazım olan şərait yaratmışdır. Burada transferi olmamanda ya Sadıq Məminin günahı